17-ci Microsoft Word dərsində hər kəs salamlayıram. Bu dərsdə View təbinin funksiyalarını, alətlərini anlatmağa çalışacağam. View təbi, View sözü mənası görünüş deməkdir. Dokumentə müxtəlif variantlarda baxmaq imkanı verir. Hal-hazırda mövcud görünüş susmaya görə görünüşdür və print layout, read mode deyərək, read mode sənədi oxumaq üçün istifadə olunan görünüş növüdür. Escape deyərək çıxa bilərik. Web layout, web saytlarda olduğu şəkildə göstərə bilərik. Show qrupunda ruler hansı üçün xəttkeşi aktiv edərək və deaktiv edə bilərik. Sənədin yuxarıda və solunda xəttkeş. Grid lines deyərək damalı formaya sala bilərik səhifəmizi. Navigation pane seçməklə naviqasiya paneli hansı ki headings bizdə hal-hazırda headings yoxdur, göstərmir. Page səhifələri göstərir solda. Results axtarış nəticələrini göstərir. Zoom funksiyası səhifənin ölçüsünü, faizini, yəni görünüş faizini dəyişmək üçün istifadə olunur. Burada bizə göstərilib 75%, 100%, 200% page width, yəni səhifə enliyində text width, text genişliyində ümumi bütün səhifəni göstərmək imkanı verir və eyni zamanda burada əlindən istədiyimiz faizi daxil edə bilərik. Main page, yəni bütün səhifələri göstərir. 100% seçdik və eyni zamanda burada 100% yəni funksiyasını istifadə edərək səhifəni istənilən faiz aralığından 100% edə bilərik. Və bir səhifə, one page, hansı ki bir səhifəni bütöv göstərir. Multiple page daha çox səhifəni göstərir və page width səhifə enliyinin genişliyində göstərir. Windows qrupunun funksiyalarının isə New Windows, hansı ki bu funksiyadan istifadə edərək eyni kopyasını, sənədin eyni kopyasını göstərə bilər. Burada adından da göstərilir. Dərs 17 qoşu.2 və eyni zamanda dərs 17 qoşu.1 var. Arrange all deyərək bütün açıq Word fayllarını kompüterin ekranında yerləşdirə bilərik. Bütün faylları eyni zamanda kompüterin ekranında yerləşdirə bilərik. Split funksiyası səhifəni bölür. Hansı ki səhifəni iki hissəyə bölür. Bu nə zaman istifadə olunur? Götürək ki, səhifə bir sənəddir, hər hansısa çox səhifəli, 50 səhifədən ibarət bir sənəddir və 10-cu səhifədə olan hər hansı bir məlumatı biz 35-ci səhifəyə təkrar daxil eləməliyik və o məlumatdan istifadə edərək yeni məlumatlar daxil eləməliyik. Bunun üçün split deyərək səhifəni bölürük və yuxarı pəncərədə 10-cu səhifəyə gedirik, aşağı pəncərədə isə text mətni daxil elədiyimiz misal 35-ci səhifəyə gedirik və 10-cu səhifəyə baxaraq eyni zamanda 35-ci səhifədə istədiyimiz mətni daxil eləyirik. Remove split deyərək səhifələrin bölünməsini aradan qaldırırıq. Və switch windows, hansı ki bu switch windows funksiyası vasitəsilə biz açıq Word fayllarını göstərə bilərik, dəyişə bilərik. Bu fayldan çıxmadan burada artıq göstərmə imkanımız var.